Texnikanın ehtiyat hissələri nə üçün illər keçdikcə tapılmır? Maraqlı videodur. Diqqətlə baxın. Bir çox brendlər 5-10 il keçdikdən sonra istehsalı dayandırır və bunların ehtiyat hissəsində saxlayır. Artıq brendlər yeni istehsala başlayır və yeni ehtiyat hissələrini buraxmağa başlayır. Bir çox müştərilər deyir ki, texnikanı işlədirəm 5 ildir, 6 ildir. Mən bunun platasıdır və yaxud nəsə hər hansı bir ehtiyat hissələri xarab olur və bunun yenisini istəyirəm və biz onlara izah etməkdə çətinlik çəkirik ki, bu brendin 5-10 il istismar müddəti vardı və artıq bu istismar müddətini başa çatdırıb. Siz bunu tapdığınız zaman ya işlənmiş ikinci əl kimi tapacaqsınız bu ehtiyat hissəsindən, ya da yenisini kimdə vardısa, nə zamansa alıbsa, qalıbsa o zaman tapa bilərsiniz. Yoxsa bu halları çıxmaq şərti ilə siz bu texnikanın yeni ehtiyat hissəsini tapa bilməzsiniz. Və sual da çıxacaqdır ki, yenisini, işlənmişini aldığım zaman məni nə gözləyir? Ola bilsin 1 aydan sonra, ola bilsin 5 aydan sonra yenə sizi eyni problemlər gözləyir. Siz artıq qərar verməlisiniz. Ya texnikanı yeniləmək üçün, ya da ki, işlənmiş hər hansı bir ehtiyat hissəsi saldığım zaman məni qarşıda nə gözləyir?